Salam değerli izleyiciler. Her birinizin Nurlu Səhər TV YouTube kanalı adından salamlayıram. Həmişə olduğu kimi bugün də biz istəyirik ki, ölkəmizdə baş verən proseslərdən, problemlərdən danışmaq istəyirəm. Müəyyən qədər, əlbəttə, müəyyən vaxt zamanında son vaxtlar hər birimiz görürük, hiss edirik ki, istər tibb sahəsində, istər digər sahələrdə, iqtisadi sahələrdə, təhsil sahəsində, hər yerdə negativlər əvvəlkinə nisbətən daha çox artır. Adicə xırda bir misal deyim ki, yaxın zamanlarda Bakı şəhərində cüzi yağış səbəbindən nə qədər insanlar çöllərdə qaldı, evsiz, eşiksiz qaldı, nələr. Onkologiya xəstəxanasında baş verən proseslər hər bir Azərbaycan vətəndaşını ağrıdır. Niyə, nədən, hansı səbəbdən baş verir? Bu faciələrin qarşısını almaq mümkün idimi? Əlbəttə, elə bir fəlakət yoxdur ki, onun qarşısı alınmaz olsun. Amma biz həmişə demişik, ümumiyyətlə, doğruları deyən, həqiqətləri deyən, gələn adamlarını ya qərəzli hesab edirlər, ya düşmənçilik formasında hansısa bir yerə yozurlar. Onu qeyd edeyim ki, Azərbaycan 173 dövlət arasında mətbuat və söz azadlığına görə 171, axırdan ikinci, üçüncü yerləri qərarlaşdırır. Niyə? Çünki mətbuatda olan insanların bəzilərini qınamıram, çünki fikirləşirlər ailəsini, uşağını, müəyyən şeyləri ki, yalandan kimisə qərəzinə tuş gələ bilərlər, şərinə, böhtanına tuş gəlib həbs oluna bilərlər. Buna görə çəkinirlər. Hər kəs öz peşə fəaliyyətini olduğu kimi icra edə bilmir ki, insanlar arasında da müxtəlif yanaşmalar var da. Mən dəfələrlə qeyd eləmişəm. Ümumiyyətlə, bu baş verən problemlər öz başına gəlib olası bir şey deyil. Əgər o kanalizasiya sistemində işləyən insanlar, buna nəzarət edən nazirlik, müxtəlif rəhbərlər vaxtında bu şeylər barədə əvvəlcədən qabaqlayıcı tədbir görməliydi. Olsun, onkoloji xəstəxanada saatlarla, günlərlə növbə dayanmaq, neynəmək, devlət o qədər pul ayırır səhiyyə üçün, dərmanlar üçün, niyə vaxtında çatdırılmır, niyə vətəndaşların axılın narazılıqlarına səbəb olur? Əgər çıxarılan qərarlar, verilən tapşırıqlar vaxtında öz icrasını təşkil edəsə bu vəziyyət yaranarmı? Əlbəttə ki, yox. Olsun, adi bir xırda problemlər. Kənd yerindən tutmuş, şəhər yerinə kimi, hansısa bir qlobal problemi bir neçə nəfər niyə deməlidir? Mən fikir vermişəm. Ən aktual problemlər barədə Nurlu Səhər TV olaraq danışırıq. Halbuki yüzlərlə adam buna qoşulub öz rəyini, öz münasibətini bildirmir. Baxırlar, görürlər ki, cəmiyyət üzr istəyən velizarlara, bayramdurğulara, nələrə, yüz minlərlə adam diqqət getirir, ona bəyənmələr nələr yazırlar. Buna görə də baxırlar ki, millətin problemi yəqin budur, bunların istəyi budur, arzusu budur. Buna görə də ən azından hər kəs öz şəxsi problemini dilə gətirmir, amma yaramaz, əxlaqsız şeyləri qulaq asır, yayır, neyniyir? Biz Nurlu Səhər TV olaraq lap adlarını da çəkə bilərəm ki, bir neçə nəfər Məhəmmədiyyə Sadıqovdur, ondan sonra Vacib Rəsulovdur, indi sürücümüz Erman bəydir, Hamil müəllimdir. Ya bu bir neçə nəfərlə biz bu cəmiyyətdə nə cür fəaliyyət göstərməliyik ki, onlar hüquqlarını müdafiə eləsin. Ən azından biz də o şəxslərin hüququ zəminində digər vətəndaşlar üçün də bir örnək kimi göstərək ki, bu problemlər qaldırıldı, müraciət olundu. Ən azından bizim kanala da, kanal üzvlərinə də müraciətlər olur. Lazım olanda bacardığımız qədər kömək də eləyirik, yol göstəririk. Digər ki, insanlar özü ağatlı oğlan gözləyir. Valla, mən bir daha qeyd edirəm ki, şəxsən bir mətbuat işçi kimi, bir kanal rəhbəri kimi insanlar özləri bu işdə aktiv olmalıdır. Lazım olan insanlara məlumatlandırılmalıdır, informasiyanı çatdırmalıdır və informasiyanın nə dərəcədə ortaya qoyulmasında maraqlı olmalıdır. Həvəsləndirilməlidir biz jurnalistləri. Valla,
mən bir daha qeyd edirəm. Mən dövlət rəhbərliyində müxtəlif nazirlərlə də görüşüm olur. Şəxsən bugün mən icra hakimiyyətində Tarlan müəllimlə, şöbə müdürü, Xəyalə xanımla icra başçısının müavini, 2 gün əvvəl Rəfail müəllimlə də görüşlərimiz olub. Mən belə qənaətə gəlirəm ki, yəni bunlar da problemlərə biganə deyirlər, istəyirlər ki, bu problemləri bilsinlər, çatdırılsın, nə formada. Hər kəs çıxıb, küçədə, orada, burada öz problemlərini işıqlandırmalı deyil. Lazım olan orqanlar da nədən ötürüdür? Bir daha qeyd edirəm ki, mən şəxsən Bakı şəhərində müxtəlif nazirlərlə də görüşüm olub, nazir müavinlərlə də görüşlərim olub, müxtəlif şəxslərlə, idarə müəssisə rəhbərlərlə də görüşüm olub. Bu qənaətə gəlmişəm ki, şəxsən onlar maraqlıdırlar ki, hansısa problemlər vətəndaşlar üzə çıxartsın, desinlər, lazım orqanlara çatdırsınlar, vətəndaşlar dövlətdən narazı qalmasın. Təbii ki, elə şeylər var ki, yazılan qanunlarla onu belə deyək də, qaydaya salmaq, nəsə olmur, amma elə bütün sahələrdə istisnalar var. Bu yaxınlarda, misal üçün, biz olduq, İş İdarəsinin müdürü ilə də görüşdük, Şəki Regional Açıq Səhmdar Cəmiyyətinin rəhbəri ilə də görüşümüz oldu. Bu qənaətə gəldik ki, dövlət səviyyəsində də, rəhbərlik səviyyəsində də bu olan narazılıqların aradan qaldırılması üçün danışıqlar, fəaliyyət gedir. Buna görə də əlbəttə ki, əgər pozuntular varsa, bunun qarşısı qanuni qaydada alınacaq, elə şeylər varsa ki, bunlar, deyək, qanunda ifadə olunmuyor, bu qanunlara salınmalıdır, ifadə olunmalıdır. Bunda bir daha deyirəm, mütəxəssislər, vətəndaşlar da aktiv olmalıdır, öz sözünü deməlidir. Torpaq pullarından da danışmışdıq. Kübra puludur, torpaq pullarıdır. Bundan da danışmışdıq. Yəni, bu günə qədər, keçən ayın 15-nə qədər, ötən ayın 15-nə qədər söz verilmişdi ki, bütün o insanların alacağı kübra pulları, torpaq pulları çatdırılacaq. Mən heç cür başa düşə bilmirəm. Taxıl biçinliyi ərəfəsindədir, kübra hara səpiləcək, hələ kübra səpilməyə qırağa dursun, kənara dursun. İnsanlar taxıl biçimində, elə adamlar var ki, elə biçim üçün də imkanları yoxdur da, onlar xərcini, xərcliyini eləyir, hələ də pulları verilməyib. Bir daha qeyd edirəm ki, ən azından vaxt bildirilsə ki, ayın, filan tarixində bu pullar çatdırılacaq, o da yoxdur. Hər yerdə çatışmazlıqlar var. Olsun qaynar xətlərdə. Bilirsiniz, bu cinayətlərin səbəbi nədir? İstər onkologiya mərkəzində, istər digər yerlərdə. O fikirləşir vətəndaş ki, əşr onsuz da qanun işləmir, qanun yoxdur. Bezir həyatından ağlına gələn lazım olmayan addımlar atır. Buna görə də həssaslıqla yanaşmaq lazımdır. İstər hüquqi sahədə, istər məhkəmə sahəsində, digər sahələrdə də çatışmazlıqlar var. Biz bunu işıqlandırmaq istəmirik. Çünki mən bizim hüquq mühafizə orqanlarının əziyyətini də başa düşürəm. Onlar nələr çəkirlər, istər-istəməz, yerli, yersiz insanlar narazı qalırlar. Nifrət obyektinə müəyyən qədər çevrilirlər, yerli ya yersiz. Müəyyən hər şeyi dəqiq araşdırmadan, bilmədən. Bu münasibət istəmirəm insanlarda elə bir qənaət yaransın ki, bizim mühafizəmizi təmin edən hüquq mühafizə orqanlarındakı qardaş bacılarımız nüfuzdan düşsün, onların əziyyətlərinə xələl gəlsin. Buna görə çalışmaq lazımdır ki, ən azından qələm adamlarının, kütləvi informasiya vasitələrinin, o dedikləri, tənqidlərdən, öz yanaşmalarından, təkliflərindən yararlansınlar, cəmiyyətdə inamı itməyə imkan verməsinlər. İnsanlara nə lazımdır? Əgər onlar hiss edəyənlər ki, cüzi bir problemini həll elədilər, hamısı belə doğru dinləntisi başına anlaşılır. Biz bunu istəyirik. Heç vaxt istəmirik ki, cəmiyyətdə qarşıdurmalar olsun, inamsızlıq olsun. Hər birimiz çalışmalıyıq ki, bir yerdə, birgə, hərənin qabiliyyəti nə cürə çatır, o boyda bu dövlətimizi inkişaf elətdirir. Sağ olun, növbəti görüşlərimizdə də yenə müxtəlif problemlərlə bağlı öz fikirlərimizi deyib, sizinlə söhbətə girişəcəyik. Sağ olun.